Yerlədən şəhərlərə, yerlədən şəhərdən şəhidimizin evimizə, şəhidimizin evinə ocağına gəlmişəm. Bugün 14-9-cu ay 2025-ci ildir. Axşam olduğuna görə özünü saylamasını narahat elədim, gec gəlir. Günlər ki, bu gün neçə təbirlərimiz var, təbirlərdəydik, onun sizin özünüzə gec gəldi, çatdı. Sənin yanında olmalıydı, qəbul istəmədi, aslında gələ bilmədi. Bugün xeyli şəhidimiz var, hamısının il bölümü, babalardan gəldik. Bugün özümə bir boş bilir. Mən sizin huzurunuza gəldim, sizin evinizə gəldim. Şəhid qardaşımızın ocağına, ev muzeyinə, evinə gəlməyə mən özümə bir fəxr, bir buyur bildim. Hər bir adət-ənələrimizlə, hər bir evə gedəndə də, şəhid evlərinə gedəndə, şəhid evlərində olanda mən aynən bəli şəhidimin, qardaşım Gizir Polad Əliyevlə, Tarix ağamızın, qardaşımızın şəhidimizin şəklini elə böyüdür. Hər bir evə, hər bir ocağa aparırıq. Bugün biz hansı qapıya gedirəmsə, hansı qapıdasa, mən bu şəhidlərin sayəsində gedim. Hər bir şəhidin sayəsində o qapıda olmam. Hər bir şəhidin sayəsində o qapıları, analar tanıyıram. Bugün şəhidlərimizin sayəsində sizin kimi analar tanıdı, sizin kimi analarınızına gəldi. Nə yaxşı sizin kimi analar, sizin kimi atalar var, nə yaxşı sizin kimi insanlar var. Allah sizin balanıza rəhmət etsin, bu şad olsun. Yeri cənnətli iqdamların. Allah onların nurundan bizə də nəsib etsin. Bugün də bu şəkil sizə gəlmişəm, evimizə, qardaşımızın evimizə qoyarsınız. Bugün özünüz də bilirsiniz ki, biz hər zaman, hər vaxt şəhidlərimizin huzuruna gedirik, çəkməkdə analarımız huzurunda olmalı, özümüzdə boş bilirik. Şimdi buradan sonra çıxar xeyli şəhid evimiz var, kəndimizdə şeylər, orada gedəcəyik. Bugün analar söz demişik, gecdə olsa, orada dolacaq. Sizin huzurunuza gəlməyə özümə bir buyurdur. Ona görə gec olduğu üçün biz ölü say. Allah köməyiniz olsun, Allah çox əziz çəkirsiniz. Şəhidlərə vurulmuşuzsa duaçı olsun. Balaca seyrimizdir, şəhidimiz seyrin cəddi köməyinizə dursun. Allah sizin kimi analar, sizin kimi atalar dəyilməsin. Sizləri var eləsin. Ne sözləriniz varsa dəyər biləsiniz. Allah köməyiniz olsun, çox sağ olun. Mən də getdim. Qardaşınızı, bizim də balamızda Polad Əliyevin ev muzeyi gördüm. Hələ mən indiyə qədər elə bir muzeyə getməmişdim. Mənimlə bərabər gedən analar hələ də özlərinə gələ bilməyibkin. Görün bu məsələdə sizi Fuad balamız nətər ki, qardaşının ev muzeyin bütün Qarabağ şəhidlərinin şəkilləri ilə bəzəmisiniz. Allah sizə kömək olsun, Allah sizlərə can sağlığı versin, şəhidlərimizin də məqamın Allah ucadan uca eləsin. Allah köməyiniz olsun, gələn əyəqləriniz var olsun. Mənim borcumdanam. Mən bu günləri çıxışında demişəm, həmişə deyirəm, hansı şəhid anası istəyərsə, şəhid atası istəyərsə, ünvandan asılı olmayaq, ölkəsindən, rayından asılı olmayaq, şəhid Gizir Polad evimizə, övladın şəkilini belə qoya bilər görə. Mən orada tək Polad Əliyevin yox, bütün xalq, bütün şəhidlərimizin evimizə gəlmişəm. Allah köməyiniz olsun. Ona görə bu şəkil sənə verirəm. Çox sağ olun, Allah köməyiniz olsun, Allah köməyiniz olsun. Allah sizi var eləsin. Allah sizə dəyməsin. Allah köməyiniz olsun, Allah sizi var eləsin. Şəhidlərin ruhu da aç olsun. Cümlə, Allah hamıya qismət eləsin. Allah getməyəndən nəsib eləsin ki, şəhid evlərini get, ziyarət eləsin, analarla olsunlar. Allah köməyiniz olsun. Allah sizə var eləsin.